Bugün bayram makyajı eləyəcəm nə də olmasa. Amma əsas mövzumuz bayramlardır. Sizə də elə gəlmir ki, artıq bayramlar əvvəlki bayram coşqusu ilə qeyd olunmur. Nələr baş verir? Kimlər dəyişir? Zaman ya bizlər? Məncə elə ən yaxşı cavab zamanın axarında dəyişən bizlərin olmağıdır. Günlər ötdükcə soyuqlaşan münasibətlərdə, asanlaşan dünyada insanlar sanki get-gedə cılızlaşır, adiləşir. Sovet dövrünün uşağı olmasam da, danışılanlardan az-çox anlayıram ki, əvvəllər bayramların isti gəlişi insanların isti nəfəsində hiss olunarmış. Daha doğmaymış sanki hər kəs bir-birinə. Çünki insanlar daha çox hər şeyin həsrətində idilər. Məsələn, bir televizor olardı, hər kəs maraqla bir yerə yığışıb orada deyib gülərək seyr edərlərmiş onu. Bir məktub göndərib aylarla cavabını səbirsizliklə gözləyən gənclər olarmış. Məncə azlıqda bir xoşbəxtlik, çoxluqda isə bir boşluq var. O boşluq ki, heç vaxt dolmur. Daim daha da çox arzulanan olur. Səbəbsiz yerə deyildir ki, dünyaca məşhur, milyonçu insanlar sonda yenə öz sadə həyat tərzlərinə qayıdırlar. Gəlin sadə anlarda gizlənən o xoşbəxtlikləri axtaraq. Bayramınız mübarək.